Qabaçkidən turşu hazırlayıram. 1 litrlik təmiz yuyulub qurulanmış bankanın içərisinə 3 diş sarımsaq, acı biber və yarım çay qaşığı şüyüd toxumu tökürəm. Təmiz yuduğum qabaçkiləri bu şəkildə doğrayıram. Görünüşü gözəl olsun deyə belə kətə kəsənlə doğradım. Bıçaqla da doğramaq olar. Banka dolana qədər doğradığım qabaçkilərlə bankanı doldururam. Daha sonra bankanın ağzına dolana qədər qaynar su tökürəm, qapağını örtürəm, 10-15 dəqiqə saxlayıram. 10-15 dəqiqədən sonra suyu bir balaca qazanın içərisinə boşaldıram. 1 yemək qaşığı yodsuz turşu duzu töküb suyu duzla qaynadıram. 1 çay qaşığı 70% uksus töküb bankama, həmin o qaynatdığım duzlu suyu da bankama geri tökürəm. Qapağını bağlayıram. Bankam soğuyana qədər otaq şəraitində saxlayıram. Üstünü örtə bilərsiniz. Soğuyandan sonra o bir bankalarımı yanına, yəni sərin qaranlıq yerə qoyuram.